Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden kethiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yerda. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barekte ala İbrahim fil alemine inneke hamidun mecid. Değerli kardeşler, bugünkü mevzu güzel bir mevzudur. Allah subhanahu ve teala bizleri eşittiğimiz hadisten faydalanmağa ve onu hayatımızda tetbik etmeye nasip etsin. Bildiğimiz gibi Peygamberimiz sallallahu aleyhi ve sellem bütün Müslümanları çoklu, yani bacardığından sədaqə vermeye heveslendirmiştir. Peygamberimiz bildirmiştir ki sədaqə əhli, sədaqə veren kimseler Kıyamet gününde sədaqə vererekten onlar için ayrılmış bir cennette bir xüsusi yer var, bir kapı var ki onlar kıyamet gününde oradan çağrılacaklar ve oradan dahil olacaklar. Bu da yani o əhlə xas olan bir fəzilətdir. Başka rivayətlərdə yəqin ki eşitmişsiniz ki, başka məsəl üçün oruç tutanlara xaslaşdırıldığı kimi yine başka belə xeyirli əməlləri verilən belə bir imtiyazlar var. Allah Teala'dan istəyir ki bizləri də o imtiyazlara çatmağa, o xeyirlərə nail olma nasip etsin. Burada bir neçə hədislərə toxunacağıq. Orada bizlərə sədaqənin insan həyatında nə qədər əhəmiyyətli olması, onu verən kimsənin Allah Subhanahu ve Taala'nın onun için hazırladığı böyük xeyirlərə çatdığını bildirilmişdir. Çok uzatmadık, keçək mevzuya. Buxari ve Müslim'de Ebu Hureyre radıyallahu anhudan gelen bir hadiste Allah Nebisi sallallahu aleyhi ve sellem demiştir. Seb'atun yudillihumullahu fi zillin yevme la zille illa zilluh. Bildiğimiz gibi kıyamet çok dehşetli bir gün olacak. Bunu Allah subhanahu ve teala bizlere hem öz kitabında hem de ki peygamberi sallallahu aleyhi ve sellem öz hadislerinde bize bildirmiştir. Yani onun dehşetli olması bizi bir taraftan korkuzur ve bu kimi hadisler okunması, bunlara əməl etmemiz bir başka taraftan bizleri o günün dehşetinden bizi salamatda edir. Aydındır. Ne kadar çətinlik olsa da biz bu kimi hədislərə qorxu tərəfdən yanaşmamalıyıq. Tək qorxu tərəfdən yanaşsaq, bizdə naümidsizlik yarana bilər. Aydındır. Bizim dinimiz bizə iki, yəni həm qorxu, həm ümid arasında yanaşmağı buyurur. Sən eşitirsən ki, qiyamət günündə çox çətin gün olacaq. Bununla yanaşı, sən əvvəlki etdiyin əməllərin mükafatını o çətinlikdə səndən uzaqlaşdırılacağını ummalısan. Hem korku hem de ümit arasında olmalısan. Bu hadiste bize Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki 7 sınıf insan var ki onlar hiçbir kölgenin olmadığı bir zamanda kıyamet arasat meydanında onlar kölgeliklerde kölgelenecekler. Bir təsəvvür edin, kıyamet dəhşəti İstini bir tərəfə qırağa qoy. Ümumiyyətlə o isti və yaxud da ki o günəşin olması, kölgənin olmaması. Bundan da əlavə insanların orada ən dəhşətlisi nədir? Ən dəhşətlisi insanların hesab günü üçün yenidən dirildirib hesaba getməsi. Bizdə daima belə şey fikirləşəndə ancaq o günəşin istisi və yaxud da bu şeylər fikirləşirik. Amma ki insanın hesaba qalxması, Allahın huzuruna getməsi o əlavə bir, yəni onun dəhşəti daha pisdir. Nəinki o günəşin istisindənsə. Aydındır. Allah subhanahu wa ta'ala o kimsələri, 7 sınıf insanları heç bir kölgənin olmadığı bir zamanda o dəhşətdə Allah Teala onları kölgələrdə kölgələndirəcəkdir. Və zəkərə min haulâis səb'a və bizə bu 7 sınıfdan bizə mevzumuza olan yeri də budur ki وَرَجُلٌ تَصَدَّقَ بِصَدَقَةٍ فَأَخْفَاهَا حَتَّى لَمْ تَعْلَمْ شِمَالِهِ مَا صَنَعَتْ يَمِينُهُ. Burada bize sədaqə vermeye ve o sədaqənin keyfiyyətini bize bildirir burada Peygamberimiz sallallahu aleyhi ve sellem.
Yəni hər bir sədaqə məqbuldur. Lakin o məqbullar içərisində müəyyən bir dərəcə var ki, müəyyən bir xüsusiyyət var ki, o birisindən daha üstündür. Deyir ki, o 7 sinif insandan bu kimsə sağ əlinin verdiyi, sağ əlinin verdiyi, sol əlinin xəbəri olmayan bir kimsədir. Fəqət sədaqə verir, o mənası burada kinayətən deyir. Yəni sədaqəni o qədər gizli verir ki, hətta heç kim bundan xəbər olmur. Aydındır. Amma bəzən gərəkir ki, sədaqə verdikdə kimləri həvəsləndirmək məqsədi ilə, kimləri təşviq etmək məqsədi ilə açıqdan verəsən. Yəni, bu, yenə də bu əslinə zərər gətirmir. Lakin bir şərtlə ki, o ixlasa zərər gətirməsin. Aydın, amma ki, sədaqənin gizlinə verməsi bu daha üstündür. Bu hədisdə bizə bildirildi ki, qiyamət dəhşətində heç bir kölgənin olmadığı bir zamanda Allah üçün gizlində sədaqə verilən kimsələr, onlar kölgəlikdə kölgələnəcəklər. Burada da yenə bizə sədaqə verməyin nə qədər faydalı bir əməl olduğu bildirilir. فَإِنَّ لِلصَّدَقَاتِ مَنَافِعٌ وَفَوَائِدٌ فَضَالِ يَنْبَغِي لِلْمُسْلِمِ أَنْ يَتَأَمَّلَهَا أَوْ يَجْتَهِدَ فِي تَحْصِيلِهَا. Bu hədis elə bu hədislərin birincisi idi. Bunu bilən hər bir müsəlman artıq onun faydasını, onun mənfəətini əldə etmək üçün səy göstərməlidir. Əməl böyük əməl deyil. Yəni sədaqə verməkdən ötəri böyük bir, yəni bədən və yaxud da ki, maddiyyatdan böyük tələbatlar olan bir ibadət növü deyildir. Məsələn, cihad kimi, həcc kimi həm bədəni, həm də ki, maddi, həm mənəvi səy göstərməlisən, nəsə xaşləməlisən. Amma ki, adi bir sədaqədə isə fərq etməz. İstə xırdası olsun, böyük olsun. Bu ibadət qısadır və bu hər azdır və hər bir müsəlman bundan lazımınca istifadə etməlidir. Və həmçində bilməlidir ki, sədaqə verən insana mələklərin duası vardır. Sədaqə verən insana mələklərin duası vardır. Mələklər onlara dua edər. Allah onların malını artır. Buxaridə gələn hədisdə yenə də Əbu Hureyra radiyallahu anhudan gəlir ki, Ənən Nəbiyyə sallallahu aleyhi və səlləm qalə مَا مِنْ يَوْمٍ يُصْبِحُ الْعَبْدُ فِيهِ إِلَّا مَلَكَانِ يَنْزِلَانِ فَيَقُولُ أَحَدُهُمَا. Səhərə çıxan elə bir qul yoxdur ki, o gündə iki mələk nazil olub, onlara bu sözləri demiş olmasın. Allahumma a'ti munfiqan xələfə və yəqulul əxər Allahumma a'ti mumsikan tələfə. Ey Allahım, sənin yolunda verən kimsənin, sənin yolunda xərcləyən kimsənin malını artır, sənin yolunda xərcləməyib xəsislik edən kimsənin malını tələf elə. Deyilən, hər gündə göydən mələk nazil olaraqdan bu xeyir duanı sədaqə verən kimsə üçün edər. Aydındır. Və hən vəstədəqə tutfil xatiyyətə. Bildiyimiz kimi biz yəni həyat boyu xətalardan, günahlardan qaçınıla bilmərək. Mütləq ki, düşməliyik xataya. Lakin bu xataya düşdükdən sonra müəyyən bir əməlləri etdikdə o xatalar bizdən silinir. O xatalar bizdən silinir. Elə bu hədislə bizə Kə'b ibn Ucra deyir ki, Anə Nəbiyyə sallallahu aleyhi və səlləmə qalə Əs-sədəqatu tutfilu xatiyyətə kəmə yutfiul məən nəra. Suyun odu söndürdüyü kimi sədəqə də günahları, xətaları eləcə də ört basır edir, insanı etməmiş kimi edir. Bu da səhih rəvayətidir. Və həm əs-sədəqə səbəbu li-ilacil əmrad. Sədəqə də həmçinin xəstəliklərə bir dəvadır. Əs-sədəqatu sitrul insani və himayətuhu minən-nar. Və həmçində İmam Əhmədin Musnədin gələn bir hədisdə deyilir ki, sədəqə insanın həm günahlarının üstünü örtülməsinə, həm də ki, cəhənnəm odundan qorunmasına bir səbəbdir. An ummil mu'minina Aişətə radiyallahu anhə ənə Rasulallahi sallallahu aleyhi və səlləmə qalə. Allah nəbisinin, möminlərin anası Ayşə radiyallahu anh deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Ya Ayşə, Peyğəmbərimiz xitabən deyir ki, Ayşəyə, ey Ayşə,
İstətiri minən-nari vələv bişiqqi təmrin. Xurmanın yarısını sədəqə vermək belə olsa, özünü cəhənnəm odundan qoru. Və ya da özünü oddan qoru. Bildiyimiz kimi, yəni biz sədəqə verməyimizlə Rahmanın xoşuna gəlirik. Allah Teala bizdən razı qalır və bizim də günahlarımızı əff edir. Və həmçinin وَالصَّدَقَةُ تُطْفِيُ أَنْ أَصْحَابِ حَرِ الْقَبْرِ. Sədəqə vermək qəbirdə olacaq əzabları, sıxıntıları aradan qaldırır. Və həmçinin bu barədə Uqbə ibn Amir qala Rasulullah sallallahu aleyhi və səlləm İnəs-sadaqa litutfi'u min əhliha harral qubur. Sahhahul Albani. Deyir ki, burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sədəqə qəbir əhlinin hərarətini, onlara gələcək istini, cəhənnəm odunu onlardan uzaqlaşdırır deyə burada Peyğəmbərimiz bildirmişdir. Və həmçində bu hədisdə bizə sədəqə verən kimsənin özünü cəhənnəm odundan və əla-xüsdəki qəbir əzabından qorunmasına səbəb olduğunu bildirmişdir. Və həmçində başqa bir hədisdə deyilir ki, sədəqə verən kimsə qiyamət günündə öz sədəqəsinin kölgəsində kölgələnəcəkdir. Bu hədis birinci hədisdən fərqlidir. Burada deyilir ki, An Uqbət ibn Amir həmçinin qala Rasulullah sallallahu aleyhi və səlləm İnnəmə istəzillul mu'min yevməl qiyamətə fi zillə sadaqati hatta yafsilə beynən nəs əv qala yəhkumə beynən nəs. Burada deyir ki, Allahın Həbisi sallallahu aleyhi və səlləm həqiqətən mömin kimsə qiyamət günündə verdiyi sədəqənin insanlar arasında hökm verilənə qədər insan öz verdiyi sədəqəsinin kölgəsində kölgələnəcəkdir. Ravi deyir ki, qal Yezid və kənə Əbul Xeyr la yuxti'uhu yevmun illə təsaddaqa fihi bi şeyin vələv bi basal. Burada Yezid deyir ki, bu ravilərdən bu hədisi eşitdikdən sonra Əbul Xeyr bu hədisi eşitdikdən sonra deyir, elə bir gün keçmədi ki, o deyir, bacardığı hətta soğan belə vermək olsa belə o gününü sədəqə vermədən keçirməz idi. Ravahu İmam Əhməd. Bu hədisdə də bizə insan verdiyi sədəqənin qiyamət gündə onun kölgəsində kölgələnəcəyi bildirilmişdir. Və əs-sadaqat yezidu və yubarik fi malil insan. Və həmçində sədəqə insanın malına bərəkət verir və onu artmasına səbəb olur. Ləmmə sahha indəl İmam Muslim an Əbi Hurayra radiyallahu anhu qala Rasulullah sallallahu aleyhi və səlləm mə təsaddaqa sadaqatan mə nəqazat sadaqatun min mali və məzdədallahu abdən bi'afin illə izzən və mə təvadə əhədun lillə illə rafa'allah. Burada deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm mə nəqasat sadaqatun min mal. Sədəqə vermək malı azaltmaz. Və kim də əff edərsə, bilsin ki, o əff etmək yalnız onun izzətini artırar. Kim Allah üçün təvazökar olarsa, Allah onun qədrini, şərəfini, dəyərini qaldırar. Və həmçinin an Əbi Kəbşə Amr ibn Sa'd el-Enmari radiyallahu anhu ennehu semi'a Rasulullah sallallahu aleyhi ve selleme yekul Thalathatun uqsimu aleyhinne. Burada deyir ki, Əbi Kəbşə deyir ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem 3 şey var ki, onların üzerine and içərəm. Və sizə bir hədis danışacağım, onu məndən əzbərləyin. Həmçinin əvvəlki hədisin mənası mə nəqasə mələ abdin min sadaqatin. Qulun sədəqə verməsi onun malını azaltmaz. Və la zulmin abdin mazlamatan sabara aleyha illa zadallahu izzan. Kim ona baş vermiş bir zülmə səbr edərsə, bilsin ki, Allah subhanahu wa ta'ala ancaq onun izzətini artırar. Və la yeftahu abdin babal məsələti illə fətahallahu aleyhi babal faqr. Kim dilənmək qapısını özünə açarsa, bilsin ki, Allah subhanahu wa ta'ala ona da kasıblıq qapısını açar. Əv kəlmətin nəhvi və yaxud buna bənzər bir kəlimə. Və uhaddisukum hadisən fəhfazu qala innəməd dünya li arba'i nəfərin. Sonra deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sizə bir hədis danışacağım, onu məndən əzbərləyin. Bilin ki, insan
bu 4 nəfərdən biridir. Abdun razaqahullahu malan ve ilmen fehuve yettaqi fihi rabbeh ve yasilu fihi rahimeh ve ya'lemu lillahi fi haqqan fehâda bi afdal menazil. 4 sinif insandan burada bəhs edilir. Birincisi ən üstün mənzilədə olan insandır. Birincisi Allah Taala'nın o kimsəyə hem mal hem elm verdiği kimsedir ki ve bu verdiği malla, elimle Allah'tan korkar, onu hakkını verer, qohumluq əlaqələrini qurar. Budur en yüksek mənzilədə olan insandır. Elmi var, malı var ve bu malını hem qohum əqrabaya kömək etməkdə, hem de ki sədəqə verməkdə, Allah'a xidmətdə hakkı ile sərf eder. Bu kimsedir ki insanlar içerisinde en yüksek seviyede olan, mənzilədə olan insandır. İkincisi, ve abdun razaqahullahu ve ilme ve lem yerzuqhu malen. İkincisi Allah Teala ona ilm vermiştir. Lakin onu ruzi vermemiştir. Yani imkanlı etmemiştir. Fehuve sadikun niyye. O ilm olduğuna göre niyetin ne olduğunu bilir ve niyetinde sadigdir. Der ki lev enne li malen le'amiltu bi'amil fulanin fehu bi niyetihi ve ecrihime seva. Bildiğimiz gibi ilimli bir kimsenin niyetin ne olduğunu bilir ve der ki eğer benim de malım mülküm olsaydı ben de falan kes kimi falan hayır işleri ederdim. Der ki bu kimseyle o ki hayırları eden kimse savabda ecirde eynidir. Aydındır. Bu ikinci seviyedeki insan. Üçüncü. Abdun razaqahullahu malen ve lem yerzuqhu ilmen. İkincisinin aksi. Allah Teala ona mal vermiştir lakin ilim vermemiştir. Fehuve yuhbitu fi malihi bi gayri ilmin. O malını ilimsiz şekilde yani faydasız yerlere sərf edir. Ve la yettaqi fihi rabbeh. Ve onu xərcləməkdə Allah'tan qorxmur. Yani haramlara sərf edir. Ve la yeslu fihi rahimeh. Ne qohum əqrabalara yardım edir. Ve la ya'lemu lillahi fi haqqan. Ve o malında da hiç Allah Teala'dan qorxmur. Fehuve bi akhbasil menazil. Bu ise iki qisimdən daha bir aşağı seviyede olan insandır. Fərz elə malın var, ilmin yoxdur. Ne onu hara gəlir xərcləyirsən, qohum əqraba yardım etmirsən, onda da Allah Teala'dan qorxmursan, yəni haramlara sərf edirsən, əlbəttə ki bu insanın halı en pis halda olan insanın halıdır. Sonra dördüncüsü ve abdun lem yerzuqhullahu malen ve la ilmen fehuve yekul. Dördüncü sinif bu en pis siniftir. Allah ona ne mal vermiş ne de ilim vermiştir. Ve o der ki lev enne li malen la'amiltu fihi bi'aml fulan fehuve bi niyyetihi ve vizrihi siva. Der ki mən əgər mənim malım olmuş olsaydı, mən də o filan kəs kimi malımı pis yerlərdə, haram yerlərdə yeyib içməkdə, haram yerlərdə istifadə edərdim. De ki, bununla malı yoxdur, elmi də yoxdur. Lakin ki, bu niyyətinə görə onun dəyəri, onun günahı qazandığı günah həmən ki malı mülkü olub, bu əməli edən kimsə ilədir, eyni səviyyədə olar deyə burada Ravahu Tirmizi və qala fihi və qal hada hadisun hasanun sahih olaraqdan rivayet olunur. Aydın biz bu kimi yəni əlimizə mal keçdi, şərtdir ki onu hara gəldi xərcləyək, necə gəldi xərcləyək. Lakin elmlə Allah Taala'nın istədiyi yol, istədiyi yerlərdə istədiyi kimi sərf etsək, əlbəttə ki biz qiyamət günündə verdiyimiz sədəqənin həm o 7 sinifə daxil olarıq, həm cəhənnəm odundan, həm qəbir azabından, həm də ki insanların arasında hökm verənə qədər öz sədəqəmizin kölgəsində kölgələnəcək. Aydındır. Və minəs sədəqat ən yekunu lil muslimin məfatihil xeyr və məğalibil şər. Ani İbn Abbas radiyallahu anh onun verdiyi sədəqələr daima belə xeyirləri açar, şərləri isə qıfıl olmalıdır. İbn Abbas'tan gelen bir rivayette qala Resulullah sallallahu aleyhi ve sellem kullu ma'rufun sadaka ve dalun alal xeyri kefa'ilihi. Yaxşılıqları əmr etmək sədəqədir. Xeyirlərə və dal alal xeyri kefa'ilihi. Xeyrə dəlalət etmək onu edən kim savab vardır. Və də sənin malın mülkün yoxdur, verəcək bir sədəqən yoxdur. Sən daima xeyirləri açar ol.
Yəni malı mülkü olan kimsələrin deyirkən filan yerdə filan yerə ehtiyac var. Aydındır. Bir də filan yerə kömək etsən sənə də fayda gələr. Aydındır. Sən deməli malın yoxdur. Lakin malı olan bir kimsəni ehtiyac bir kimsəyə yönəltdin. O da sədəqə versə sənə də ondan bir pay olacaq. Burada da həmçinin Peyğəmbərimiz ona deyir ki, hər bir yaxşılıq sədəqədir və xeyirlərə dəlalət etmək onu edən kimi savab qazanır. Və həmçinin ən Cəbir radiyallahu anhu ənə Rasulullah sallallahu aleyhi və səlləm qalə kullu ma'rufun sadaqa. Hər bir yaxşılıq sədəqədir. Və in minəl ma'ruf ən təlqi əxakə bivəchək talaq. Qardaşınla qarşılaşdıqda ən tulqiyə əxakə bivəchi talaq. Qardaşınla qarşılaşdıqda onun üzünə gülümsəmən elə bir sədəqədir. Və həmçində qardaşına, öz qabından qardaşına bir su tökməyin sənin üçün bir sədəqədir. Elə biz də o böyük etdiyin o xəstəliklərdə yardımlar, yardımlaşmalar, əl tutmalar, nə bilim, bunları danışmayaq da elə. Gör, insanət burada Peyğəmbər bizə ən aşağısından deyir ki, yəni bilmiş ol ki, yəni sənin bir qardaşına öz qabından ona bir bardaq su tökməyin belə sənin üçün sədəqədir. Sədəqəli oldu, bu sədəqəni bildiksə, bilmək sədəqə nə sayılır? Yəni həm sənin 7 sinifə daxil eləyir, həm qəbir azabından, həm cəhənnəm odundan, həm mələklərin duasına, həm də ki, insanlar arasında hökm verilənə qədər sənin verdiyin sədəqə fərdə sənin üzərində bulut olaraqdan, qalxan olaraqdan səni qoruyacaqdır. Aydındır. Şərt deyil, yenə deyirəm, şərt deyil ki, sən malının hamısından verəsən, malının ən gözəlindən verəsən. Lakin burada bir incə məqam var ki, yəni ixlası qoruyaraqdan Allah xatirinə, yəni bu kimi fikirlər, bu kimi əcirləri düşünmədən sədəqə verməyindir. Və belə olduqda, yəni bu məqamı özündə yaşasan, bu kimi xüsusiyyəti özündə formalaşdırsan, bil ki, Allah subhanahu wa ta'ala səndən həm səni yəni bu sədəqə verməyinlə fərq etməz, yəni bir az olsun, çox olsun. Aydındır. İxlas varsa əgər, bil ki, sən orada neçədən hədis saydıqda, birincisi 7 sinif var, heç bir kölgə yoxdur, bir təsəvvür elə. Hamı məsələ üçün günəşin istisini bilirik də. O istidə kölgə axtarmağa hamımız can atırıq da, kölgəyə qaçırıq bir an belə olsa. Fədə o günün dəhşətində biz o kölgələr axtaracaq da. Amma ki, bil ki, bu dünya sənin verdiyin o sadiq, ixlaslı, səmin verdiyin bir sədəqə sənin gör orada nələrə nail edir. Aydındır. Ondan sonra nə bildik? Bildik ki, insanın verdiyi sədəqəsi onu mələklərin ona dua etməsinə gətirib çağırdır. Hər bir səhər, hər səhər 2 mələklə iner. Yəni sədəqə verən ki, Allah onun malını artır, onun malına bərəkət ver. Sonra cəhənnəm odundan qorunmağa səbəbdir. Cəhənnəm odundan həm cəhənnəmə düşməyinə, necə ki Ayşə radiyallahu hədisində Peyğəmbərimiz nəsihət edir. Belə təsəvvür edin ki, Peyğəmbərimizin öz yoldaşı nəsihət etməsi insan ən vacib, ən yaxşı şeyləri öz yaxınlarına deyir də. Burada Peyğəmbərimiz deyir ki, ey Ayşə, yarım xurma belə vermək olsa, özünü cəhənnəm odundan qoru. Aydındır. Bu əslində bu xitab xasdır, amma ki mənası ümumdur da, ümumi oldu da artıq. Çünki ona bildirdi, lakin bu hamı buna daxildir. Yəni sən cəhənnəm odundan özünü qurtarmaq istəyirsənsə, fərq etmir. İstəyirsən ona, məsəl üçün deyək də, 1 kilo ət ver və ya yarım kilo ət ver. Fərq etməz. Burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə, yəni sənin verəcəyin yarım xurma belə səni cəhənnəm odundan qoruyur. Sən bir təsəvvür elə, o qədər malını yüzlərlə, minlərlə mallarını müsəlmanların xidmətinə, yardıma sərf edən insanlar var. Gör, Allah Teala onların əcirlərini qiyamət gündə qat-qat nə qədər verəcək. Aydındır. Allah Teala bizləri eşli faydalandan etsin. Allah Teala bizləri etdiyimiz xeyirli əməllərdən də xeyirlərə nail olma Allah Teala bizə nəsib etsin. Və sallallahu ala nəbiyyinə Muhammed və ala alihi və sahbihi.